Ya Allah, salam olsun bizi izləyən hər kəsə. Həzrəti İmam Həsən Əsgər əleyhissalamın, Həzrəti İmam Əli Ənləqi əleyhissalamın və İmam Zaman ağanın anası Nərciz xanımın və İmam Həsən Əsgər əleyhissalamın bibisi Həkimə xanımın ziyarətindəyik. Dörd qəbir bir yerdədir və Həzrəti İmam Zaman ağanın qeybə seçildiyi məqamlar. Allah ziyarətlərimizi qəbul eləsin. Allah həsrətində olanlara bizlə müqəddəs ziyarətlərə gəlməyi nəsib eləsin və artıq bu axırıncı ziyarətimizdir. Həzrəti İmam Musa Kazımı ziyarət elədik, Əli əleyhissalamı ziyarət elədik, Səhlək və Kufə məscidlərində namaz qıldıq, ziyarətlər elədik, Həzrəti Əli əleyhissalamın evini ziyarət elədik, Vadüs-Salam qəbirstanlığını ziyarət elədik və daha sonra isə Müslümin balalarını ziyarət elədik, Hürrün qəbrini ziyarət elədik. İraq ətrafında ki ziyarətlər var, hamısının ziyarətlərində olduq və bugün axırıncı ziyarətimiz İmam Həsən Əsgər əleyhissalamın, İmam Əli Ənləqi əleyhissalamın, İmam Zaman ağanın qeybə çəkildiyi məqam.